Hətta sosial şəbəkələrdə aktivlikləri də artır onların. Mütəmadi olaraq görürük. Məsəl üçün mən əvvəl 3 Afrikanlını izləyirdimsə türk dilində, indi 8-ni izləyirəm. Baxıram ki, onlar çox aktiv şəkildə fəaliyyət göstərirlər və bununla qalmırlar. Onlar mütəmadi olaraq səfərlər eləyirlər. Bəli. Mütəmadi olaraq. Haçan baxıram, məsəl üçün biz bu günlərim gəlmişik İstanbulda falan forumdayıq və biz birbaşa Rəna xanım bunu təhsilə bağlayırlar. Onlar təhsil alıblar orada. Deyim ki, dediyimiz məsələ. Bəli, təhsil deyim ki, türk dilində də keçirilib, məktəb hər şey hazır. Türk dilində gəliblər, oturublar, öyrəniblər. Öyrəndikdən sonra institutu Türkiyədə oxuyublar. Ondan sonra da işləyiblər və hazırda özləri öz yaşadıkları yerlərə gediblər. Biz bayaq söylədik ki, əməkdaşlıq mövzusunda onların Azərbaycana gəlmək və yaxud da Azərbaycanlıların Afrika ölkələrinə getməsi üçün, ziyarət etməsi üçün burada ən ilk öncə bizə lazım olan vizadır, viza rejimidir. Əfsuslar olsun ki, viza rejimi Afrika ölkələrlə hələ Azərbaycan arasında çox gəlizdir, çox çətindir və səfirliklərimizin az olduğu üçün onlara müraciət etməsi, misal üçün bir Nigeriyalının Azərbaycana gəlməsi üçün Nigeriyalı Efiopiyaya müraciət etməlidir və yaxud da digər Afrika ölkələrinə hər hansındakı bizim səfirliklərimiz var və bu çox az saydadır və oradan bir neçə günə artıq ora ziyarət etməlidir, sənədləri orada təqdim etməlidir. Ondan sonra o səfirlik, yəni bir Azərbaycana gəlməsi üçün bir çox məsrəf etməlidir və bir yol da uzun yol qət etməlidir ki, Azərbaycana gəlsin və yaxud da gəlib İstanbulda bizim oradakı konsula müraciət edə bilər sənədlərindən. Bizim təcrübəmizdən biz belə görmüşük. Mənim keçən il Benindən qonaqlarım gəlmişdi və Benində çox nüfuz sahibi olan bir sahibkardır və onlar Türkiyə ilə çalışırlar və zaten Türkiyə üzərindən Azərbaycana gəlmişlər. Mən çox istəyərdim ki, bu əməkdaşlıqların qurulması üçün, bu deyirik ixrac missiyaları, biznes forumları, bu viza rejiminə mütləq olaraq bir dəstək almamız gərəkir ki. Mən bildiyim qədərinə birbaşa uçuşlarımız da zaten yoxdur. Birbaşa uçuşlar yoxdur, zaten İstanbul üzərindəndir və bu bir problem deyil. Zaten biz çox ölkələrə də öyrəşikliyik İstanbul üzərindən getməyə. Bu problem deyil. Önəmli olan vizadır. Misal üçün, mənim bugün Côte d'Ivoire-a getməyim üçün, bəli, orada elektron viza var idi, 5 günə, 10 günə, amma böyük bir viza rüsumları var orada, sözün açığı. Sonra, amma onların bizə gəlməsi daha çətindir. Təsəvvür edin, bir Azərbaycanlının Afrika ölkəsinə getməyə asandır, amma Afrikadan Azərbaycana gəlmək üçün bu çox çətin prosesdir. Uzun prosesdir və daha məsrəfli prosesdir. Orada devlet büyüklerimiz inşallah bir ortak çalışma yaparak bunun çözümünün aslında birçok yolu var mutlaka. Yani bir ortak çalışma yaparak Ticaret Bakanlıkları, Dışişleri Bakanlıkları bir yol bulunabilir diye tahmin ediyorum. Çünkü amaç eğer ki ticareti arttırmaksa, orada da Afrika'da da direkt yabancı yatırımı arttırmaksa, bence iki tarafta ortada kendi menfaatlerine, iş adamlarına özel vize statüsü uygulayabilecek sistemler üzerinde çalışabilirler diye düşünüyorum.